Salam, hər vaxtınız xeyir. Mən Toğrul Özov, karyera məsləhətçi. Karyera məsləhətçi kimdir? Karyera məsləhətçisi iş axtaranlara iş axtarışında dəstək olan şəxsə deyilir. Əgər iş axtarırsınızsa, sizə iş axtarışınızda dəstək verə bilərəm. İş axtaranlar iş tapması üçün lazım ola bilən 16 növ dəstəyim var. Dəstəklərim də ödəniş qarşılığında edilir, yoldaşlar. İş axtaranların iş tapması üçün lazım ola bilən 16 dəstəyim var, bildirdim ki. O dəstək növlərindən bir neçəsi haqqında qısa olaraq məlumat verə bilərəm ki, misal üçün, bəzi insanlar nə iş axtardığını bilmir. Onlara o iş seçimində doğru kömək eləyə bilirəm. Bəzi insanlar iş elanlarla doğru yerdə tanış olmur. Bəzi insanlar misal üçün elə məhz bu video harda çıxıbdırsa sizin qarşısına, yalnız və yalnız o yerlərin vasitəsilə tanış olur ki, bu da doğru bir hərəkət deyil. Effektivlik cəhətdən təcili formada iş tapmaq istəyirsinizsə, bu effektli yol deyil, yoldaşlar. Baxmayaraq ki, mən burada hal-hazırda danışıram, bu sizə tanıtım məqsədi iləndir. Amma siz ancaq və ancaq işi məhz bu resurslardan axtarırsınızsa, yəni bu vasitə ilə, bu heç də doğru bir hərəkət deyil, doğru bir addım deyil. Siz əgər ki, təcili iş tapmaq istəyirsinizsə. Yoxsa belə vaxtınızı öldürə bilərsiniz, belə sadə dildə desək. Bəzi insanlar, misal üçün, iş elanlarıyla effektli formada tanış olsa da, o iş elanlara effektli formada müraciət edə bilmir. Bəziləri heç CV nədir bilmir, o məsələdə dəstək ola bilirəm. Bəziləri CV nədir bilir, amma CV-nin necə standartlara uyğun hazırlamaq gərəkdiyini bilmir. Bəzi insanlar ümumiyyətlə işə müraciət etmək qaydasını bilmir. Və bu kimi bir sıra amillər var ki, bunlar iş axtarmanın mərhələləri sayılır. Ən primitiv, ən sadə mərhələlər sayılır ki, bizim ölkəmizdə də kifayət qədər insan var ki, bu mərhələlərdən heç uğurla keçə bilmir. Çünki xəbərsizdir belə bir mərhələlərin olduğunu. Sadəcə düşünür ki, iş var, iş nömrəsini götürüb yığmalıyam. Amma iş axtarmaq əslində bu qədər sadə bir formada baş tutmamalıdır. Yoldaşlar, ümumiyyətlə gəlin sizə bugünün olan elanlardan bağlı ötəri qısa bir məlumat verim. Yoldaşlar, baxın, misal üçün, texniki nəzarətçi işi var. Kvan Qrup adlı şirkətdədir. 4500-6000 manatlıq işdir, net olaraq. 450-600 manatlıq iş deyil, yoldaşlar. 4500-6000 manatlıq işdir. Aylıq əmək haqqıdan söhbət gedir. Sonra təmir tikinti işləri üzrə nəzarətçi işi var, Zeytin Farmada. Sonra ambardar işi var, Print Shopda 600-700 manatlıqdır. Bu amma sizdən ingilis və rus dilini orta səviyyədə tələb edir. Bunun ingilis və rusu tələb eləməyən variantı da var. Misal üçün, 450 manat net verir. Üstəgəldə bonuslar verir. Sabunçuda da bu. Office Lines şirkətindədir. Sonra Caspian Business Hoteldə həm xanımlar, həm bəylər üçün xadimə işi var. 25-55 yaşlı şəxslər üçündür. Və bir sıra başqa işlər də var ki, ümumiyyətlə o işlərdən də tanış olmaq üçün özəl dəstək verə bilərəm. Mənimlə özəldən əlaqə keçə bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.